Cəmiyyət mənə deyir ki, o bayağı müğənniləri çağırma. Mən deyirəm, başda çağırmıram. Mən çağırıram savadlı ifaçıları, onlara baxmırlar və bir çox ifaçılar da məndən inciyiblər o gün sözümə görə. Mən düzün demişəm, qurban olum sizə. Məndən incisəz də, inciməsəz də. Tamaşaçı məni aldadır. Bir-iki müğənni var, mən sizə düzün deyim. Yox, reyting vermirlər daha. Yalan deyirlər. Sizə deyirəm, o xanımları çox çağırdınız efirə. Bugün onlar da reyting vermirlər, subut edərəm mən. Gördünüz. Dombalaq açdılar, reyting verərlər efirdə. Vermirsiniz daha reytingi. Dombalaq da açdı deyə qulağıma dilə vermədiniz. Biləsiniz, bugün efirdə təzə çıxdınız, cəmaata maraqlı oldu. TikTok'dan gəldiniz efirə, 3 gün, 5 gün daha reyting vermirsiniz. Mən öz adıma deyirəm, onların içində bir ikisi var, efirimə dəvət etməyəcəm. Kim mənə küsür, küsməsin. Dəvət edəsəm Tahirin oğlu deyirəm, görün nə dedim. Eləməyəcəyim onlar. İstəyir verilişimin, indi Nartaban xanım olmasın, ümumilikdə rəhbərliyim aman-aman deyək çağırma onları, çağırmayacağım. İstəmirəm də. Qoy mənə cəmaat başqası ki, mən söyləmək istəmirəm. Mən görürəm ki, bugün ölkədə reytinginə güvənən aparıcıları cəmaat necə söyürlər. Hətta düz söz danışandadır. Mən istəmirəm, qardaş. Siz müğənniyə görə gəlirsiniz mənim efirimə.